Salam, hər vaxtınız xeyir dəyərli müəllimlər. Bu videomuzda YouTube kanalımızda linklə daxil olma olaraq yeniləşdirdiyimiz video dərsləri platforma üzərindən tələbələrimizlə necə paylaşa biləcəyinizi izah edəcəm. Müəllim panelinə daxil olduqdan sonra sol menüdə yerləşən video yüklə bölməsinə keçid edirik. Burada əvvəlcədən əlavə etdiyimiz bütün videoların siyahısı görünür. Diqqət etməli olduğumuz vacib məqam odur ki, YouTube'da videonu yerləşdirərkən məxfilik tənzimlənməsində linklə daxil olma rejimini seçməliyik. Ardınca YouTube'dan videonun linkini kopyalayaraq platformadakı URL xanasına yapışdırırıq. Aç hissəsinə isə dərsin adını qeyd edib sistemə əlavə et düyməsini sıxırıq. Dərsimiz artıq siyahıya əlavə olundu. İstədiyimiz zaman videonun adında düzəliş edə və ya videonu tamamilə silə bilərik. İndi isə tələbə panelinə keçid edək və tələbələrin bu videoları necə gördüyünə baxaq. Tələbələr sol menüdə yerləşən video dərslər bölməsinə daxil olurlar. Açılan pəncərədə sizin əlavə etdiyiniz bütün aktiv videolar görünür. Tələbə dərsin üzərinə bir dəfə klikləməklə YouTube'dakı gizli videonu birbaşa platforma daxilində izləyə bilir. Həmçinin tələbə videonu qeyd et düyməsi ilə yaddaşa ata bilər. Bu zaman video onun yadda saxlanılar bölməsinə düşür və istədiyi vaxt təkrar izləyə bilir. Əgər müəllim video yüklə bölməsində videoları pasiv vəziyyətə gətirərsə, tələbə tərəfindən səhifə yenilənişdə videolar artıq görülməyəcəkdir. Bu videoda izah edəcəklərim bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.